Hər kəsə salam. Bugün ev şəraitində içi sulu, üzəri xırt-xırt edən nagets hazırlayırıq. Bir qaba unu, ədviyyatları, qarğıdal nişastası və suyu əlavə edib topak qalmayana dək qarışdırırıq. Bir kiloqram soyuq toyuq filəsini doğrayıb üzərinə duz, qara istiot və soğan tozu əlavə edib blenderdən keçiririk. Əlimizi suya bulayıb ətə forma veririk. Bu arada qazancaya dur yağ əlavə edib isinməyə qoyuruq. Forma verdiyimiz əti əvvəlcə nişastaya, sonra isə qarışıma bulayırıq. Və qızğın bol yağda qızardırır. Artıq yağını çəkməsi üçün kağız dəsmalın üzərinə qoyuruq. Nəticədə isə içi sulu, üzəri isə xırt-xırt edən nagetslər hazırdır. Hazırlayacaq olan hər kəsə nuş olsun.